Salam aleykum qızlar, hər vaxtınız xeyirli, bərəkətli olsun. Kanalıma xoş gəlmisiniz. Bugün də sıradan bir günü paylaşacağım inşallah sizinlə. Buzluqdan şəkərbura xəmiri çıxartmışam. Demək olar ki, evdə məndən başqa heç kim yemir. Ona görə özümə qədər eləyəcəm. Bu döymə xəmirdir qızlar. Deyilənə görə gec bayatdır. Məncə bəs eləyir. Nə qədər oldu? 4, 8, 12. Nə qədər bəs eləyir. Bu taxta məndə sırf şəkər bura yaymaq üçündür. Xəmir yaymaq üçündür. Bu qədər qaldı. Bunu buzluğa atacağım. Havalar istidir, xoşdur. Düzdür, mən istini sevməsəm də, günəşi sevməsəm də, amma yenə də yaz havası insana yaxşı təsir eləyir. Bu filtri dəyişməliyəm. Artıq 3 aydan çoxdur bunu taxmışam. Bəlkə də 6 ay olar. Əslində 3 aydan bir dəyişilməlidir, amma mən əvvəllər dəyişirdim, bilmirdim. Amma sonra gördüm ki, yəni nə qədər ki sudan tam gəlmir mənə, o vaxta kimi işlədəcəm, amma axır vaxtlar çox gec süzür və ona görə düşünürəm ki, yəqin vaxtıdır dəyişməyin. Uşağı məktəbə aparmalıyam. Bu da o vaxta kimi donu açılsın, indi üstünü bir şeyini örtərəm. Gedib gəlib bunu da yavaş-yavaş arxayın bükərəm. Daha göstərməyəcəm. Qreçkanı sevirəm. Beynimə gedir, özdəki birisi necə salatla. Heyf, reyhanım yoxdur, sveç reyhanım, amma quru reyhan olmalıdır. Amma ilk öncə filtri dəyişəcəm inşallah. Bunu da dəyişmək üçün birinci üstündə yazılıb ki, bunu suya salmaq lazımdır. Belə qarizontal şəkildə suya salmaq lazımdır. Bir 10 dəqiqə saxlamaq lazımdır. İyisi gəldi burnuma. Mən də ki, bir şey beynimə girdi ki, onu mütləq az porsiyada da olsa yiyib pişirib yeməliyəm. Suyu tökürəm. Qaynamağında olsun, mən də özümə bir dənə salat düzəldim. Xəmirin donu artıq açılıb. Demişdim ki, gəlib bundan məşğul olacağım. Hardan çıxdı bu qreçka? Mən də ki, of. Yemək yeyərkən telefona baxacağım, özüm üçün video açıram. Sevimli kanallarımdan biridir. Qızlar, aranızda var bunu izləyənlər. Love Koreyadır. Bunu bəlkə də mən 10 ilə yaxın olar ki, mən bu kanalı izləyirəm. Əvvəllər daha çox videolar buraxırdı. Bu da məndən beşbətər kənd sevəndir, təbiət sevəndir. Ümumiyyətlə, o qədər eyni üst-üstə düşən fikirlərimiz var bu qızla da, kanalın aparıcısı ilə. Düzdür, bəzi fikirlərini çıxsaq, o heç. Amma yəni çox danışıqlar var ki, elə bir ki, baxıram ki, yəni, eyni mənim dediklərim, eyni mənim ağlımdadır. Yəni, mənim xoşuma gəlir. Koreyada yaşayır, 20 ildən çoxdur. Друзья, распаковываю очередную доставку. Сейчас привезли цветочки, распаковываю.
Neyse mən oturum yeməyimi yeyim. Səhər yeməyimi təsəvvür edirsiniz. Səhər saat 9-un yarısıdır yəqin. Yox, saat neçədir? 10 işləyib artıq. 10 işləyib və mən qreçkanın salat yeyirəm. Зали тормоза, машина перевернулась на спуске. Я была на старой машине, на вот этом спортиже на своей. Сейчас, в общем, машина валяется там. Доставщик посылок меня подобрал. Elhamdülillah. Deməli qızlar, evdə məndə belə 2 dənə smetan var. Bir də kəsmik 9%'dir. Bunlardan bugün istəyirəm cheesecake hazırlayayım. Heç vaxt bişirməmişəm. Cheesecake yox, bir dəfə eləmişəm deyəsən. O da deyəsən yaxşı çıxmamışdı. Yəni çox qorxuram bişirməyə. Mənə görə biraz risklidir. Birdən içi pişməz. Nəysə, soyuducunu açıb danışıram. Hələ ki qalsın. ChatGPT-dən soruşdum. Məndə olan ərzaqları yazdım ona. Dedim, məndə bu var, bu var. Mənə bir dənə resept ver. İndi bir dənə resept verib. Bilmirəm, bugünə bişirim yoxsa yox. Axşama da inşallah istəyirəm yoldaşıma dedim, biraz file alıb gətirsin. KFC pişirmək istəyirəm. Çoxdan da yemirik. Artıq ev əhli deyir ki, KFC pişir. Ayda bu da уже 1 saata yaxın deyə bunun içindədir. Bunu da indi çıxardacağım. Onu yuyacağım, eləyəcəm, dəyişəcəm içini. Təmiz-təmiz yudum. Hər tərəfli nəyi var da. Bunun suyunu da süzdüm. Yəni, aranızda su alanlar varsa, pulla hər dəfə gedirsiniz, pul verirsiniz. Dəqiq mən bunu taxım. Yəni, hər dəfə gedirsiniz, pul verirsiniz, litrlə su alırsınız. Yəni, çox insanlar var da, elə eləyən bilirəm mən bunu. Yəni, mən məsləhət görərdim ki, düzdür, əziyyətlidir biraz, çətindir, amma zato pulunuz cibinizdə qalır. Ən azından bilirsiniz ki, həqiqətən də filtrlənmiş təmiz sudur. Bu filtr Aquafordur məndə. Bundan bir dənə alın, süzün, necə ki mən eləyirəm, yəni uşaqlara göstərəcəm sizə. Baxın, belə bir balonda suyu süzürəm, baxın belə. Burada özləri istəyəndə suyu süzürlər, içirlər. Bura qoyuram. Yəni gördünüz, əvvəllər plastikdə saxlayırdım, indi 10 litrlik şüşə balon almışam, onun içində saxlayıram. Mənim Aquaforum Kuvşinim 2 litrliydi. Baxın. Yəni öz xodu ilə burada su süzülür. Yəni siz işinizi görüncə bu öz üçün süzülsün. Sonra baxın bu arada. Bu artıq pis gündə idi. Şəkər buraları hazırdır. İnşallah yadımdan çıxmasa bunları iğnələmək lazımdır. Bəzilərinin artıq necə gəldi bəzəmişəm. Çünki gedib uşağı məktəbdən götürməliyəm. Ümumiyyətlə uşaq elə pis vaxtda çıxır ki, dərsdən heç bir şey çatdıra bilmirəm də. Bir işin qulpundan yapışıram, görürəm ki, yox, məktəbə qaçmaq lazımdır. Nəysə, mən artıq yavaş-yavaş məktəbə hazırlaşmalıyam. Gedim uşağı gətirim, sonra arxayın öz işlərimi davam edeyim. Sonra da bilmirəm artıq çəkəcəm, günortanı çəkməyəcəm. Çünki yuxum gəlir. Ümumiyyətlə, səhər tez dururam deyə, 7-yə qalmış, 7-nin yarısı dururam deyə həmişə rejimə girmişəm. Bağça uşağı kimi günorta mütləq yatmalıyam. İşte bağlananda uşaqlardan çox mən sevinəcəm. Günləri sayıram ki, məktəblər qutarsın, bağlansın. Elə çətin gəlir mənə bura gedib gəlmək. Uy. Çıxmamışdınız siz? Mən gözləyirəm səhərdən səhər. Danışa bildin şeiri? Hə? Az qala unuturdum, həmişə kimi. Yeşilliği olsun koy biraz. Biraz da bu dursun burada. Böyle değişmek istedim.
Güllər elə alandan belədir. Əyri dayanır. Sevimli çaşqın. Doğu qazanına oxşur. Onu da yuyub qoyum. Gələnə kimi artıq quruyub demək olar. Burada ləkə qalıb. Gözlədiyim kimi də oldu. Bunda bilinmir o qədər. Bundan mı qalıb? Gərək bunun hər yerində belə yayardım xəmiri. Heç olmasa hər tərəfində olardı. Belə ortada olmazdı. Mən bunu adətən həmişə taxtanı istifadə edəndə bir tərəfini istifadə edirəm ki, elə qoyanda pis görsənir. Bu istifadə olunan tərəfdə ləkəli olur. Bu tərəf heç olmasa yaxşı görsənsin. Bunu da belə körladım. Artıq axşamdır qızlar. Söz verdiyim kimi bu günləri KFC eləyəcəm. Burada artıq qalmış filedir. Bunun hamısını belə nazik laylarla doğrayıb belə dondururam. Sonra bunu bir-birinə ayırıb bir yerdə yığıram. Belə daha rahatdır. Yəni lazım onda filenin donu tez açılır. Bunu qoyacağım buzluğa. Videonun bu hissəsində həmişə kimi uzun zat danışmışam deyə məcbur üstdən səsləndirmə edirəm. Stripslərin reseptini sizə tam dəqiq verə bilməsəm də, əsas içinə nələr gedirsə onu deyə bilərəm. Deməli, mən yarım kilo file üçün 2 dənə yumurta götürürəm. Bir də quru ədviyyatlardan bura nə gedir? Yəni, əsas bura lazımdır quru sarımsaq tozu, bir də ki paprika. Yəni, bunları nə qədər bol qatsaz bir o qədər yaxşıdır. Qalandakı qırmızı istiotdur, qara istiotdur, duzdur. Bunu öz zövqünüzə görə qatın. Ununu, bir də suyunu artıq özünüz ayarlayın. Nə çox qatı olsun, nə çox duru olsun. Yəni, elə olsun ki, ətin üstündə dayansın da. Çünki siz o əti panirovkaya buladığınız zaman panirovka yapışsın deyə, yəni ona görə ayarlayın xəmirini. Bir də məsləhət görərdim, axşamdan bunu marinatda saxlayasınız. Onda daha dadlı olur. Düzdür, mən də burada videoda elə alınmadı. Çünki birdən-birə qərar verdim hazırlamağa. Amma siz yəni çalışın bir gecə marinatda saxlayın. Onda ət daha belə dadlı olur. Və əlbəttə ki, olmazsa olmaz. Olmazsa olmaz deməzdim. Siz unla da eləyə bilərsiniz. Əgər panko yoxdursa, panirovka yoxdursa, unla eləyə bilərsiniz. Mən unla eləmirəm. Çünki un yağı tez yandırır. Məndə baxın bu firmadır. Bizim özümüzdə də var. Mən onların şəklini tapsam, qoyaram sizin üçün. Bir dənə firma var, İranlıdır. Mən onu cəmi bir dəfə aldım. Heç mənim xoşuma gəlmədi. Bişirəndə təsəvvürün içindəki ət az qala yansın, amma üstündəki panirovka bişmirdi. Sanki panirovkası ondan yox, plastikdən idi. Yəni ağappaq qalmışdı üstündə, içində ət amma yanırdı. Ona görə onu mən artıq almıram. İranın üstündə belə totam yazılır, qırmızı paçkalarda. Düzdür, o buna baxanda ucuzdur, 2 manat 50 qəpik deyəsən. Bu ən bahasıdır, bunu o vaxt baha almışdım. Amma indi bu da biraz ucuzlaşıb. Bir də bir dənə firma var, üstündə Era Panko yazılıb. Onun şəklini inşallah mən marketə gələn çəkəcəm. Onu sizə göstərəcəm. Onlar daha məsləhətlidir. Çox gözəldir. Yəni eyni bunun kimidir. Yəni baha pul verib bunu almaq lazım deyil. Sadəcə mən alanda o yox idi. Qutarmışdı satışda. İndi görürəm ki, yenə satışını ondan gətiriblər. Bunun içində baxın bu, indi bura tökəcəm sizə. Göstərəcəm. Bu belə bir şeydir. Yəni kimsə deyə bilər ki, adi suxarı, bildiyimiz panirovkada suxarı unu, yəni bizim bildiyimiz. Mən onunla o qədər də məsləhət görməzdim onunla eləməyi. Çünki onun dadı biraz mənim xoşuma gəlmir. Çünki o özü əvvəlcədən onsuz da qızarılmış bir şeydir. Yəni qızardılmış çörəyin ovuntusu da o biz bildiyimiz suxarı. Amma bu görürsünüz sanki qurudulmuş xəmirdir. Bu ağdır. Yəni bu əvvəlcədən özü bişməyib. Onu siz hələ yağın içində bişirəndə o əlavə olaraq yenə bişir. Daha bir belə yanmış kimi tam verir ətə. Amma bu elə deyil, görürsünüz. Yəni bu daha məsləhətdir. Həm də bir xeyli də gedir, yəni ekonomikdir. Əsas içlik hazırdır. İndi yağ tökəcəm qazana. Təbii ki, yerini hazırlayırıq. O günləri aldığım salfetdir. Qızlar, rəngi burada bilmirəm, düşür ya yox. Amma bu ağ salfet deyil. İndi sizə fərqini göstərəcəm. Yəni bunu o gün də sizə demişdim. Baxın. Yəni inşallah ümid edirəm ki, həqiqətən də dedikləri kimi bu eko salfetdir. Yəni ağardılmayıb. Bu yerdə hazırladıq.
Qızlar, göz haqqınızı halal eləyin. Baxın, belə xırçıltılı alınır. Çox rahat üsuldur. Qızlar, artıq hazırdır. Spuşkanı qoşacağım. Daha da tünd oldu. Əslində rəngi açıqdır. Mənim kameram bilməm niyəsə tünd çəkir. Deməli qızlar, biz yediyimizi yedik. Hardasa bir yarım kilodan biraz az qaldı. Hamısını bişirmədim bugün. İkinci yağı da baxın bura tökdüm. Burada belə boş butulka var. Bu yağı bunun içine dolduracağım. Qapağı bağlanır. Sonra elə atacağım. Yəni mən bu yağı kanalizasiyaya tökmürəm. Burada qabın içində yoldaşıma qoymuşam işə. Aparsın orada yesin. Bunu buradan götürüb. Buranı yığışdırmaq lazımdır artıq. Belə bir haldadır mətbəx. Belə. Baxın, bu qədər yağ, yəni artıq işlənmiş yağda bunu tullayacağım. Bunu buradan belə asıram. Çünki paslanır. Bir dəfə səhvən uzadıb qoymuşdum. Baxın, bu hissəsindən paslanmışdı. Ona görə də belə qoyuram ki, suyu axsın. Buradan asmışam. Buralar tərtəmizdir. Rahatlıqla gedib yatmaq olar. Işıqları söndürürəm. Bu işıq olanda və olmayanda görün nə qədər fərq edir qızlar, baxın. Belə olanda daha fərah görsənir mətbəx. İndi baxın. Halbuki burada 6 dənə spot var. Bunlar mənim hər gün əldə istifadə etdiyim dəsmallardır. Böyük dəsmaldır. Bunlar əl dəsmallardır. İndi bu dəsmalları evdən çıxartmaq istəyirəm. Kəndə gedəcək, çox güman ki bunlar. Əslində çox keyfiyyətli dəsmallardır. Bunlar mənim cehizimdə gələnlərdir. Orada əvvəllər, yəni bilirsiniz də, mamalar əllərinə pul düşdükcə alırdılar, atırdılar hər şeyi. Ona görə də belə dəsmallarımız hərəsi bir rəngdədir. Amma keyfiyyətləri çox yaxşıdır. Çox gözəl su çəkirlər canlarına. Amma bu dəsmalların bir əmması var. Rəngləri çıxır. Artıq neçə dəfə bunları mən yumuşam. Neçə dəfə inansız. Dedim bəlkə yəni azalar da rəngi çıxmaz. Amma görürəm yox. Hər dəfə yuram. Mən də ki dəsmalları həmişə 60 dərəcədə yuram. Mənim heyfim gəlir ki, mən 3 dənə dəsmaldan və yaxud da bir dənə bundan ötürü mən maşınkanı xodlayım 60 dərəcədə işlədim. O da ki, ən aşağı saatı məndə hardasa 1 saat olur da, yəni 60 dərəcəyə qoyanda. O da ki, mənim sərf eləmir də mənə. Elektrikim gedir axırda. Sərf edir ki, mən dəsmalları adətən yığıram. Birlikdə sonra qaynar rejimdə hamısını yuram. Baxmayaraq ki, hərəsi bir rəngdədir. Yəni bunlara baxın, bu da qətifədir qızlar. Bu 1 qram bundan rəng çıxmır. Burada əksinə rəngi açıq düşür, bilmirəm nədənsə, amma bu belə fioletovi rəngdə tünd, çox açıq düşür rəngi. Baxın, bu da adi dəsmaldır, əl üz dəsmaldır. Bunlar yuyulmalıdır. Bunlardan 1 qram rəng çıxmır. Mən istəyirəm bunlara ağ paltarla atım, qaynar rejimdə, istəyir 90 dərəcə rejimdə yuyum. Bundan rəng çıxmır qızlar, amma bunlardan artıq bezmişəm. Özdəki buna baxın, belə qəribə sanki rəngləri itib. Burada baxın, rənglər gedib üstündən, amma materialları çox keyfiyyətlidir. Və ona görə də dəsmallar, 2 dənə dəsmal evdə azaldı. Ona görə də gəlmişəm cehizliklərimə. Mənim nələrim var, nələrim yoxdur. Burada da hardasa məndə 1, 2, 3, o da 4. 4. Neysə, bura baxıram. Burada əl üz dəsmalları olmalıdır. Bu süfrədir. Deməli, belə bir qutu var, qızlar. Belə dəsmaldır. Çox güman ki, əl üz dəsmaldır. Sonra belə
var. Açmıram bunu hələ ki. Bir də burada baxın belə bir dəst var. İstəyirdim əl üz dəsmalı olsun hamısı. Amma mən biləm bu ortadakı bədən dəsmalıdır. Çünki böyükdür. Mən istirdim ki bunu açım, bu qutunu. Bunu açım və buradan da bunu götürüm. Qətvi olaraq. Çünki rəngləri oxşuyur. Neyse, çıxardaq, açaq, baxaq. Təxmin etdiyim kimi, qızlar, deməli bu qətvədir. Bu ikisi əl üz dəsmalıdır. Bu da qətvə ilə dəsmalıdır, mənə sərf eləmir. Ona görə mən fikirləşirəm ki, bunu yəqin açım. Götürün, baxın bunu. Rəngləri uyğundur. Yəni, həm yuyanda da rahat olsun da. Baxırsan ki, yəni eyni rəng tonlardır hamısı. Bu oxşuyur ona. Amma belə toxunanda qızlar, ən qəşəng baxın, hiss olunur ki, bu yaxşıdır material. Bu da yaxşıdır. Bu, bilmirəm. Elə dəsmallar var, yuyandan sonra bilinir. Baxın, bu da super dəsmaldır. Yəni, əmiciliyi bunun superdir. Materialları qəşəngdir. Keyfiyyətli dəsmallardır. Baxın belə, çox qəşəngdir materialı. Belə baxanda elə bilsən ki, sanki bunlar dəstdir. Güllərinə baxın. Bunda da gül var. Oxşayırlar bir-birlərinə. Məndə baxın, belə tələlər var. Rəng tələlər deyirlər buna. Bunları Temudan almışdım. Düzdür, tez-tez yadımdan çıxır bunları istifadə eləmək. Mən bunun ikisini atacağım. İkisini və yaxud da üçünü atım. Düzdür, işə yarayır. Yəni, baxsan ki, yuyandan sonra görsən ki, rənglidir də. Hansı rəngi özünə çəkib. Amma tam yox. Bilmirəm, bundan artıq neçəsini atmaq lazımdır ki, o tam oradakı bütün rəngləri tutsun da. Mən bayaq dediyim kimi, o dəsmallardan rəng çıxır da məndə. Misal üçün, bundan atsam, onu tuta bilərəm. Bunların da əması birisi nədir? Maşınqa hər dəfə bunları tulluyur qapağa. Elə bilir ki, bu zibildir və yaxud salfetka falan da adətən cibində qalanda necə çıxardır, qoyur qapağın üstünə. Baxın, eynən bunu da çıxardır, hər dəfə atır qapağın üstünə. Mən maşını pauzaya qoyuram, saxlayıram, təzdən atıram içinə, görəm yox. Yenə çıxardır çölə, ona görə də bilmirəm. Ona görə də bunlar məndə elə də çox işə yaramır, qızlar. İndi özünüzə göstərəcəm. Bunu atacağım içəri. Bir müddətdən sonra tullayacaq qapağın üstünə maşın bunu. Mən təbii ki, bunu xlopoka qoyacağım. Pambıq dekoydu. Pambıq rejimi budur. Temperaturu qoyuram 60-a. 60 kifayət eləyir. Yəni, dəsmalları yumaq üçün 60 kifayət eləyir. 90 da qoya bilərsin, mən 60-ı kifayət bilirəm. Vaxtı buradan ayarlayıram. 1 saat 34 dəqiqə bəs eləyir. Qoşu. Bir də ki, qızlar, tenis topları. Keçən videoda demişdim. Tenis topları əgər imkan varsa alın. Ağır olanlardan, yəni yüngül top yox, ağır tenis toplarını göstərəcəm sizə. Baxın qızlar, bu toplardan, yəni bunu mən 100-dan almışam. 3 dənəsi 5 manat idi deyəsən. Paçkanın içində 3 dənə, bunlar ağırdır. Bu toplar həm üstünə belə yun olduğu üçün buna bax. Görürsünüz, yəni həm tükləri yığır üstünə, artıq tükmük nə varsa həm yığır, həm statik elektriklənməyə götürür, üstü belə yun olduğuna görə. Həm də ki, belə çırpır da, sanki hər dəfə baraban fırlandıqca bu yaxşıca çırpır, paltarlar daha yaxşı yuyur. Yəni o çırpmanın hesabına paltarlar daha yaxşı yuyulur. Yəni məsləhət görərdim, mən 2 dənəsini atmışam, düşündüm artıq 3'ü çox olar, ona görə bunu da zapası saxlamışam. Bunları da qoydum bu paketin içinə. İnşallah kəndə gedənə kimi yenə başqa nələrsə olsa, fikrimdə var 1-2 dənə də buradan şeylər var ki, kəndə aparacağım. Baxın, başımın bəlasıdır. Gör, çıxartdı, atdı bura. Görürsünüz? Bilmirəm neyim, onu necə eləyim ki, içində qalsın onlar. Topları görürsünüz qızlar, tenis toplarını. Görün, arada görsənir, görsənmir. Yox, bayağı görsənir, indi görsənir.
60 dərəcədə yuyur. 60 dərəcədə ölsə də qapağını açan deyil. Təhlükəsizlik cəhətdən. 40 dərəcədə olanda pauzaya qoya bilirəm buradan. Pauzaya qoyub onu oradan götürüb atıram içəri. Amma 60 dərəcədə vermir, açmır qapağı. Neyse. İkincini də tulladı. Görək üçüncü nə vaxt verəcək. Amma deyəsən hansındansa rəngi çıxıb biraz. Ola bilsin təzə dəsmaldandır. O bədən dəsmal var, ola bilsin o rəngidir. Baxın, görürsünüz, sanki korичневый rəngdədir. Əslində işə yarayan bir şeydir. Əgər maşın bunu tullamasa da bura həmişə onun içində qalsa, düzdür. Hamısını bir böyük bir meşok alıb, meşokun içində saxlamaq olar ki, tullamasın qapağa. Yəni çox işə yarayır, görürsünüz, rəngləri tutur. Amma maşının da günahı yoxdur. O elə bilir ki, o zibildir də. Adətən salfetka nəsə qalanda necə ki atır qapıya. Onluq bir şey yoxdur. Mən bilmirəm. Ya onu tikmək lazımdır, ya sancaqla bağlamaq lazımdır. Əslində yaxşı fikirdir. Sancaqla bağlayırsan paltarların birinə. Gələn dəfə edəyim. Deməli qızlar, cheesecake hazırlayıram. GPT'nin verdiyi reseptini. Burada 200 qramdan biraz çox təxmini peçenya var. Tam ölçməmişəm nə qədərsə. Məndə evdə sport peçenyası var idi. Bir də belə 2 dənə Moskva. Bunları blenderdan keçirəcəm. Bu ara blenderda ilk dəfə istifadə edirəm. Yeni blenderi. Onu da sınamış olarıq. %70 qram verilmişdir reseptdə. Məndə burada 90 qramdır. Belə kusok qalmışdı, daha onu kəsmək istəmədim. Elə bura da əlavə edəcəm. Bunun içində qarışdıracağım. Eləmişəm. Sırnik eləmişəm, amma cheesecake deyəsən bir dəfə eləmişəm. O da deyəsən yaxşı çıxmamışdı. Bax. Onu deyim ki, sizə o qədər də xoşuma gəlmədi bu blender. Səbəbini sizə deyəcəm. Sürətində problem yoxdur, şikayətim yoxdur sürətindən. Deməli, bunun xoşuma gəlməyən cəhəti. Bu hissədəki, baxın, bu qapağında olan bu deşik, bu hissə çoxdur. Ona görə də çox olduğuna görə içində duru nəsə etdiyimiz zaman göstərəcəm. Bu hissə çox batır. Baxın. Bu hissə çox batır. Hələ mən bunu biraz silmişəm. Və bu rezini. Bu rezin biraz sərtdir. Məndə o birisi blendera baxanda bunun rezini çox sərtdir. Kip oturmur. Kip oturmadığına görə qulpları, baxın buraları da sıçrayır, buraları da batırır, kənarları da batırır. Bu cəhəti xoşuma gəlmədi. Yəni bilmirəm, istifadə olunduqca bu düzələcək, düzəlməyəcək. Belə, yəni şikayətim bunlarda əsas. Motordakı bildiyimiz elə o bir blender kimi qızır. Yəni normalda qızır. Deyim ki, belə onu mən uzun müddət işlətdim falan, yox. Yəni belə, yəni orta blender. İstəyirəm biraz çox qatmayı. Çünki mən smetanı biraz çox qatdım. Məncə heç nə olmaz. Bu mənə az görsənir. Nə olar olar. Görək nə çıxacaq bundan. Çox duru deyə qızlar, çox. Gələn dəfə sadəcə bu məndə evdə olan ingrediyentlər idi, belə deyək.
Gələn dəfə mən bunu smetanla yox, krem pendirlə. Deməli qızlar, cheesecake-dir, axır kəsmili piroqdur, hər nədirsə belə pişdi, düzdür nazik alındı. İndi kəsəcəm, görüm kəsikdə necə görsənir. Əslində bu soyuducuda qalmalıdır. Mən amma səbirsizlənirəm, baxım görüm necə çıxır. Düzdür, mənə elə gəlir ki, bu qab böyüdür, gərək mən o bir qabı götürərdim. Bu çox böyük oldu. Kəsikdə də baxın gözlənilən kimi də nazik çıxdı. O heç onu yəni bilirdim. Belə görsənir. Pis deyil, onu deyim ki, yəni mən gözləmirdim bu belə çıxsın. Düzdür, bu daha çox cheesecake-dən çox kəsmili piroq deyərdim də. Buna tvorojnaya zapikanka deyirlər rusca. Çünki mən buna un çox qatdım. Reseptdə deyilmişdi ki, bir xörək qaşığı qatılmalıdır. Mən buna hardasa 3 və yaxud da 4 xörək qaşığı un qatdım. Çünki kütlə çox duru idi. Mən qorxdum, çünki birinci dəfə bişirdim, çox duru idi. Məndə smetanım 15% idi. Həm də sən demə kəsməyin suyunu biraz sıxmaq lazımmış. Mən onu bilmirdim. Görünüşü xoşuma gəldi, nə yalan deyim. Dadı qəşəngdir, qızlar, xoşuma gəldi. Bu daha çox, yəni deyirəm, bu kəsmili piroq adı verərdim mən bunda. Nəinki cheesecake. Cheesecake çünki daha nəm olur içi. Bu biraz qurudur. O da ki, ola bilsin un çox qatdığıma görədir. Amma belə də kəsmili piroq olaraq da çox qəşəng olub. Resept istəsəz, qızlar, resept verə bilmirəm. Necə verə bilmirəm? Yəni proporsiyalar verə bilmirəm. Çünki mən həmişə kimi nəyin necə gəldi qatıram. Reseptlə eləmədim. Sadəcə içinə nələr gedir onu deyə bilərəm. Burada deməli bunun içinə bir paçka kəsmək 9%-dir, 300 qram idi deyəsən. 200 qram smetan, məndə 15% idi. Siz qatı götürsəz daha yaxşı olar. 2 dənə yumurta, zövqə görə şəkər tozu. Bunun həm də biraz şirinliyi çox oldu. Gələn dəfə az edəcəm şirinliyini. Şəkər tozu, duz, sonra vanilin. Məncə elə bunlar gedir. Buna aşağı hissəsinə 250 qram hardasa. Yəni listimizin, formamızın ölçüsünə görə də 250 qram peçeniyə mən etdiyim kimi siz onu blenderda üyüdürsünüz. Baxın, bunun alt hissəsi. Görürsünüz. Bunu saxlayıcım soyuducuda püf nöqtələrindən biri deyirlər ki, bunun soyuducuda qalmalıdır ki, daha da dadlı olsun. Yəni soyuq variant bunu yemək. Əsas odur, içi tam bişib. Mən narahat eləməyəm o idi. Düzdür, bəlkə alındı, eybi yoxdur. Cheesecake, gələn dəfə də cheesecake eləyərik. Onun filanı daha az qatarıq. Daha gözəl alınar. Bilməmək ayıb deyil ki, eybi yoxdur. İlk dəfə üçün belə olsun.